Tamam değerli abituriyentler, her vaxtınız xeyir olsun. Bugün mən sizə 4-cü qrup üzrə fizikadan qəbul imtahanına düşə biləcək, belə deyək də, qəbul imtahanı modelinə uyğun desək daha doğru olar, 20 variant sınav imtahanının sınav nömrə 1-ni izah edəcəm. Odur ki, başlayaq biz birinci sualdan. Deyir ki, düz xətli bərabər yavaşın hərəkət edən cisim 120 metr yol gedərək dayandı. Sərf ona zamanın ikinci yarısında gedən yolu hesablayın. Baxın, ümumi 120 metr yol gedib bərabər yavaşın hərəkətdir. Sərf ona zamanın ikinci yarısında gedən yol deyir hesablayın. Biz nə etməliyik? Deməli, bizim zamanımız iki hissəyə ayrılır. Birinci hissə və ikinci hissə. Yəni zamanın birinci yarısı və ikinci yarısı. Onda deyəcək ki, bu dayanırsa dayanma şərti nədir? Dayanma şərti mütləq ki, son sürətin sıfır olmasıdır. Yazıram, son sürət sıfırdır. Aha, onda istər son sürət sıfır olsun, istərsə də başlanğıc sürət sıfır olsun. S-in düsturu necə olmalıdır? AT kvadratı böl 2 düsturu ilə hesablanmalıdır. İndi biz burada başqa cür necə yaza bilərik? Zaman iki hissəli olduğu üçün deyəcək ki, S1 olacaq 3S, S2 olacaq 1S. Uşaqlar, niyə görə belədir? İzah edəcəm. Əvvəlcə başlanğıc sürət sıfıra bərabər olduqda biz dedik ki, mən bunu birinci qəbul üçün izah edəndə, birinci qruplar üçün orada daha ətraflı geniş izah vermişəm. İstəsiz də oradan da baxa bilərsiniz. S1 S idi, S2 isə 3S idi. Amma yavaşın hərəkətdə son sürət sıfırlanan zaman artıq tərsinə olur. 3S və S. Yəni bu şəkildə davam eləyəcək. Onda ikinci yarısda gedilən yolu hesablamamızı istəyir. Əvvəlcə deyək ki, bu birinci yol, birinci hissədə zamanın birinci yarısında 3S, ikinci yarısında isə S qədər yol gedib, düzdürmü? İndi onda cəmi nə qədər olmalıdır? 4S olmalıdır. Və bu 4S 120 metrdir. S nə qədər olacaq? S olacaq 30 metr. İndi bizi ikinci yarısını dediyinə görə SQL özü belə deyək də S-də o da eləcək 30 metr. Cavab belədir. B variantı. Daha sonra gəlirəm ikinci suala. Deyir ki, avtomobilin spidometrin göstərişini əsasən onun sürətini müqayisə edin. Baxın, nə deyirik buradan? Deyirik ki, bir bölgü qiymətini əvvəlcə tapmaq lazımdır. Bir bölgü qiyməti bir-birinə yaxın olan çizgilərin fərqinin aralarındakı şkalanın sayına olan nisbətidir. Məsələn, 80 ilə 100-ü götürəndə arada 1, 2, 3, 4, 5 şkala var. Odur ki, 100-dən 80-i çıxıb 5-ə bölmək lazımdır. 100-dən 80 çıxsaq 20, 20-ni də 5-ə bölsək bizə verəcək 4. Bir bölgü qiyməti 4-dür. Aha, tapdıq bunu. Bəs xəta nədir? Xəta bir bölgü qiymətinin yarısıdır. 4-ün yarısı 2. Bunu da tapdıq. Çox gözəl. İndi biz nəyə fikir veririk? Görürük ki, bu əqrəb hardadır? 80-dən sonraki birinci şkaladadır. Deməli, onda hər şkala 4 olduğu üçün 80-dən sonraki 4 84 olacaq. 84 amma xətaya da yol verildiyinə görə plus minus 2 yazılacaq. Yəni 84 plus minus 2 eləyəcək A variantı. Üçüncü suala gəlirəm. Üçüncü sualda nə olacaq? Deyir ki, cisim düz xətt üzrə A nöqtəsindən B-yə, sonra isə çevrə qövsü üzrə hərəkət edərək C nöqtəsinə gəlir. Bütün yolda 10 saniyə vaxt sərf edibsə, bütün yola V1 və V2 cismin yola və ya yerləşməyə görə V1 və V2 orta sürətlərini müqayisə edin. Nə deyirik biz? Deyirik ki, əvvəlcə biz orta sürətin birinci düsturunu yazmaq lazımdır. Orta sürət dediyimiz kimi nə olmalıdır? S ümumi böl T ümumi olmalıdır. O deyək ki, qarşılıq düsturlar ağlınıza gəlməsin. Yola görə də isə ümumi S yol, yerləşmə görə isə ümumi S yerləşmə. İndi bax fikir veririk nəyə? Bu çevrənin müəyyən bir hissəsidir. 4/1-dir, düzdürmü? Bura radius 60-dırsa, onda radius burada da 60-dır. Hə, buna fikir veririk. Daha sonra, indi yoluna baxaq. S yol dedikdə nə başa düşürük? Bax, buradan yazıram. S yol dedikdə deyəcək ki, bu A-dan B-yə doğru yol gedib, sonra da B-dən C-yə gedib. A-dan B-yə 20 metrlə gedib. B-dən C-yə isə çevrənin uzunluğunun 4/1-idir. 4/1 eldir. Yəni ki, 20 üzərinə gəlsin, 4/1, 2 pi. Aha, onda 20 üzərinə gəlsin, 4/1, 2 vur 3, radiusumuz isə 60. Onda
Hesablama nəticəsində alarıq ki, 4 ilə 2-ni çarparsan burada 2 qalar. 2 ilə də 60'ı çarparsan burada 1, burada isə 30 qalar. Onda 20 ilə 3 vur 30, 90'ın cəmi bizə verəcək 110. S yolumuz oldu 110. Bəs V1, yəni yola görə orta sürət desək nə olacaq? 110 bölünsün zamanımız nə qədərdir? 10 saniyə. Oldu 110 böl 10, yəni 11 metr böl saniyə. İndi gəlirəm yerdəyişməni hesablamağa. Yerdəyişmə isə uşaqlar başlanğıc nöqtədən son nöqtəyə çəkilən, yəni C nöqtəsinə çəkilən bir vektordur. Odur ki, mən A'dan C'ye bir vektor çəkirəm. Bu olur onun yer dəyişməsi. Onda A'dan B'ye 20, B'den de O'ya kimi 60'dırsa, deməli bir katetimiz olacaq 80, digər katetimiz isə olacaq 60. Onda S yer dəyişmə burada Pifagor teoremindən hesablanacaq. Yəni 80'in kvadratı üzerine gelsin, 60'ın kvadratı. Bu ise bize verecek 100'ü. Niye? Çünkü burada 6400 üzerine gelsin 3600. Bu bize verir 10.000'i. Oradan da 100 metre çıktı. Onda yer değişmeyi gördü süre desek onda 100'ü 10 saniye bölende bize verir 10 metre bölü saniye. Onda 11 ve 10 olar cevaplarımız. Bakalım. 11 ve 10 A variantında veriliyor. Cevap onda verecek A variantı. Sonra dördüncü suala baxıram. Şəkildə düz xəttli bərabər sürətli hərəkət edən cisimlərin başlanğıc zaman anındakı vəziyyətləri göstərilmişdir. İkinci cisim birincisiyə çatana kimi birinci cisim nə qədər yol gedər? Biz əvvəlcə ona çatması üçün yəni zaman təyin etməliyik, düzdürmü? Bunda necə eləyəcək? Görürəm ki, əvvəlcə onlar arasında nə məsafəsi var? Baxın, V1 sıfırda olanda V2 90'da olur. Demək aralarında bir 90 metrelik məsafə var. Və hər ikisi eyni istiqamətdə hərəkət edir, düzdürmü? Onda fərz eləyək ki, yəni V1 burada dayandı, düzdür? Birinciyə çatana qədər birincisi nə qədər yol gedər? Fərz eləyək ki, gəlib çatanda bax burada olublar. Yəni ikisi də gəlib bax burada olanda bu qədər yol gəliblər. Onu mən nə etməliyəm? Deyəcəm ki, S1'in gedə biləcəyi yol S2 ilə 90'ın cəmidir. Yəni o deməkdir ki, S1, yəni birinci cisim gəlib bura çatanda, bu 1'dir, bu da 2'dir də, hə. Gəlib bura çatanda B2 də ora gəlib çatması üçün bir S1 qədər yol getməlidir. Yəni belə deyək ki, bir də 90 metr yol getməlidir. Odur ki, biz nə edirik? Əslində burada bunu belə hesablamalıyıq. Elə bil ki, bu ümumi S2 gəlib bura çatanda V1 ilə 90 cəmi olacaq. Aha, V1 ilə S1'in cəmi olmuş olacaq. S1 ilə 90 cəmi, bəli, düz yazmışam. Onda bu nədir? Bərabər sürətli hərəkətdir. Onda eyni zamanda hərəkətə başlayıblar da, düzdürmü? Eyni zamanda da gəlib bərabərləşəcəklər. Onda nə edəcək? S2 üçün yazacağım ki, V2T bərabərdir. S1 üçün V1T üzərinə gəlsin 90. V2 nə qədərdir? 25T'dir. Bərabərdir. V1'imiz 15T'dir. Üzərinə gəlsin 90 olacaq. Biz əvvəlcə zaman tapırıq. 10T bərabərdir 90. T zaman da bərabər olacaq. 9 saniyə. Bunu tapdıq. İndi də ki, birinciyə çatan qədər birinci cisim nə qədər yol gedər? S1 nə qədər yol gedər? V1 T deyil. 15'i 9'a vuralım. 9 vur 5 45 4 yatta 9 vur 1 9 4 yatta 13. 135 metre yol gedər. Cavab eləyər B variantı. Sonra 5-ci. Deyir ki, başlanğıc halda eyni nöqtədə olan bir və iki cisimlərinin sürət zaman qrafikləri verilir. Cisimlərin sürətinin bərabər olduğu anda sürətlər burada bərabər olur. Aradakı məsafə. Biz də demişik ki, iki qrafik arasında qalan fiqur sürətin zaman azlığında bizə aralarındakı ilə məsafəni vermiş olur. Biz onda bu fiquru təyin etməliyik. Bu fiquru necə təyin edərik? İstəsəz ayrı-ayrı fiqurlara bölərsiniz ya da ki, niyə özünüzü əziyyətə verəsiniz?
Bunu buradan 2 siyərsək, elə 2 dəfəyə hesablaya bilərik. Daha rahat olardı. Bax, buradan bölsək. Hə, bir yuxarıdakı fiqur olar, bir də aşağıdakı fiqur olar belə. Onda deyərəm ki, S bərabər olar. S1 fiquru üzərinə gəlsin, S2 fiquru. Aha. Onda gəlirəm birinci fiqura. Bu hissədir. Birinci fiqurda nə olmalıdır? Bərabərdir. Birinci fiqurda trapesiyadır. Üst oturacağımız 4, alt oturacağımız 6, hündürlüğümüz isə 15 ilə 30-un yəni aralığıdır, 15-dir. Onda deyəcəm ki, trapeziyanın sahəsi nə qədər idi? Yazıram elə, A plus B bölünsün, 2 vurulsun H-dır. Üzərinə gəlsin. İkinci fiqur isə budur. Bu da düz bucaqlı üçbucaqdır. Bu isə 2də 1 A, B olmalıdır. Gəlin indi qiymətlərini hesablayaq. Dedik ki, 4 üzərinə gəlsin. 6 böl 2 vurulsun hündürlüyümüz 15'dir. Üzərinə gəlsin. 2də 1. A, B'miz nə olacaq? A'mız 0 ilə 15 aralığı 15. B'miz isə buradır. Yəni 6'ya kimi. Hesablayıram S bərabərdir. 4 üstə gəl 6, 10 böl 2, 5. 5'i də 15'e vurduqda bizə verməlidir 75. Üzərinə gəlsin. 15 vur 6, 90. 2'ye də böldükdə 45. Onda cəmi nə olmalıdır? Cəmi olmalıdır 120 metr. Cavab eləyəcək 120. Görək varmı? Bəli var. Cavab eləyər C variantı. Sonra keçirəm növbəti suala. 6-cı suala. Aha. Variantlar yuxarıda qaldı, lazım deyil. Bir OX oxu boyunca hərəkət edən cisimlər üçün L-Ergin diaqramda uyğun bəndləri müəyyən edin. Gəlin edək. Baxın, birincisində V-nin T-dən asılığıdır. İkincisində S-nin T-dən asılığıdır. V T-dən düz asılıdırsa, bu bərabər yeyinləşən hərəkətdir. S T-dən düz asılıdırsa, bərabər sürətli hərəkətdir. Təcil sıfıra bərabərdir. Təbii ki, bərabər sürətli hərəkətdə təcil sıfır olmalıdır. Onda bu gəldi bura. Bərabər yeyinləşən hərəkətdir. Təbii ki, birinci. Koordinat zamandan xəttə asılıdır. Əgər S-T'dən asılıdırsa, baxın, yeyinləşən hərəkətdə koordinat X-in T'dən asılığı necə idi? Parabolik idi. Amma bərabər sürətli hərəkətdə isə düz mütənasib asılı idi. Ona görə də deyəcəyik ki, xəttə asılı olması bu uyğundur. Tükünü tanınan hərəkətə başlayıb, baxın, fikir verin, başlanan sürəti sıfırdır. Ona görə də bu 4 gəldi bura. X oxu istiqamətində hər ikisi müsbət olduğuna görə X oxu istiqamətində hərəkət edir. 5. Hər ikisinə uyğun cavabdır. Sonra keçək növbəti suala. 7-ci sual. İndi burada bilmədim hansı variantı. Nə demişdik? Dedik ki 2, 4, 1, 3, 5. Tamam. 2, 4, 1, 3, 5. Cavab elə A variantıdır. Aha. Sonra gəlirəm 7-yə. Deyir ki, hansı ifadələr doğrudur? Verilmiş radiusu çeviri üzrə bərabər sürətlə hərəkət edən magnitdən xətti sürəti. Radiusumuz sabitdir, konstantdır. Xətti sürəti V-ni istəyir bizdən. Dönmə bucağı ilə tərs mütənasib asılıdır. Dönmə bucağı ilə tərs mütənasib asılı ola bilməz. Omega R-ə bərabərdir. Omega-ni fi böl T yaza bilərik. Maksimum yox. Tərs asılı münasibət deyil. Dövrətmə periyodu ilə tərs asılıdır. V bərabərdir 2 pi R. R-in olduğu düsturlara baxmalıyıq. Çünki verilmiş radiusu deyir. Onda periyodun tərs asılıdır. Doğrudur. Dövrətmə tezliyindən asılı deyil. Xeyr, asılıdır. 2 pi R-dən düz asılıydı. Bucaq sürətlə düz asılıdır. Görürük ki, buradan düz asılıdır. 2, 4, Y variantı uyğundur. Sonra 8. Deyir ki, radiusu belə yazaq. Ya da biraz böyle diyelim. Deyir ki, radiusu 80 cm olan çeviri üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsinə B nöqtəsinə 0,5 saniyə gəlib. Bax, buradan bura 0,5 saniyə gəlib. Maddi nöqtə mərkəzi qaçma təcili hesablayın. İndi gəlin, bax, belə danışaq da. Biz periyodu rahat təyin edə bilərik. Necə? Əgər 45 dərəcəyə 0,5 saniyə vaxt sərf edibsə, periyod olması üçün 360 dərəcə dönməlidir. Düzdür? 360 dərəcə 45 dərəcədən nə qədər çoxdur?
Gəlin əvvəlcə onu təyin edək. 360-ı 45-ə bölməliyik. Bu bizə nəyi verər? 8-i verər. Deməli, onda periyodumuz 8 dəfə 0,5 saniyədən böyük olmalıdır. Bu daha qısa yoldur. İnşallah ona görə belə deyirəm. Onda periyodumuz 4 saniyədir. Onda A mərkəzi qaçma təcilinin düsturunu 4pi kvadratı r bölünsün t kvadratı ilə hesablaya bilərəm. Onda 4pi kvadratı, yəni 4 vur 10, r'imiz 80 santimetr, yəni 0,8 metr. Periyodumuz isə 4'ün kvadratı 16 olacaq. Odur ki, biz burada 10 ilə 0,8'in tamını x'lar aparırıq. 16 ilə 8 x'lar aparanda burada 1, burada 2. 2 ilə də 4 x'lar aparanda cavab eləyəcək 2, çünki məxrəc 1'dir. Cavab eləyəcək 2 metr bölü saniyenin kvadratı. Bu da cavab B variantıdır. Elə. Buradan böyle onu göstərebilirim. Cavab eləyəcək B variantı. Sonra keçirən növbəti suala. Növbəti sualda düzxətli hərəkət edən eyni kütləli 1 və 2 cisimlərin sürətlərinin proyeksiyasının zamandan asılı qrafikləri verilib. Cisimlərə təsir edən f2x bölünsün f1x nisbətini təyin edin. İndi biz nə etməliyik? Kütlələr zaten sabitdir. F də bərabərdir m-aya, düzdürmü? İndi bu m sabitdirsə, f a-dan necə asılı olmalıdır? Düz mütənasib asılı olmalıdır. Onda v sıfırdan v-yə gələndə nə olacaq? A-nı təyin eləyək də birinci a1x-i. Onda olacaq ki, 25 çıxılsın 20. Gəlin əvvəlcə düstur yazım, inşallah biləsiniz. Vx çıxılsın v0x bölünsün nə olmalıdır? T olmalıdır. Odur ki, Vx-ı 25, V0x-ı 20 götürüb zamanını 5 eləyəcəm. Çünki 5 saniyədə də. Burada 5 bölü 5 1 elədim. 1 metr bölü saniyə kvadratı yazdım. İndi gəlirəm ikinciyə. Bax, görürəm ki, burada 15'də başlayır və 0'da bitir. Onda deməli deyəcəm ki, A2x bərabər olmalıdır. Vx çıxılsın yenə V0x bölünsün T. İndi bunu da hesablamaq istəsək, olacaq ki, 0 çıxılsın 15 bölünsün 5. Bizə verəcək -3'ü. İndi bax, fikir verin. Bizdən f2x bölünsün f1x istədiyi üçün mən a2x bölünsün a1x yazmalıyam. Odur ki, -3 bölünsün 1 bizə verməlidir elə -3'ü. Cavab eləyər -3. Cavab eləyər -3. Buna uyğun cavabımız da baxın C variantıdır. Sonra gəlirəm növbəti suala. 10-cu sual. Bir ki, üfüqi istiqamətdə 30 kiloqram kütləli cisim şəkildəki istiqamətdə 50 Newton qüvvənin təsiri hərəkət edir. Cismə təsirdən reaksiya qüvvəsini hesablayın. Biz demişik ki, qüvvəmiz nə x nə y hüquq üzrə yönəlməyibsə, onu bu reaksiyalara ayırırıq. Tətbiq olunan nöqtəyə istiqamətin. Onda deməli, bura fx-dir, burada fy-dir. Daha sonra mərkəzdən aşağı doğru mütləq şəkildə emiş ağırlıq qüvvəsi təsir göstərir. Dayaqdan da cismə dayağı reaksiya qüvvəsi təsir göstərir. Onda mən nə edəcəm? Görəcəm ki, reaksiya qüvvəsi yuxarıya, fy ilə mg isə aşağıya doğru yönəlir. Fy nədir bəs? Dedik ki, fx-imiz f kosinus alfadır, hansı ki burada bizə lazım olmur. Fy-imiz isə f sinus alfadır. Bu bizə lazım olacaq. M bərabərdir. F sinus alfa nədir məsələlər? Yəni buradan belə eləyərkən bərabərdir. F 50 Newtondur. Sinüs alfası 0,8. Bu da bizə verərmi? 40 Newtonu. Hə, onda yazarım 40. Üzərinə gəlsin. Mg nədir? 30 vur 10. Eləyəcək 300. Onda bu da bizə verər 340 Newtonu. Cəmini istəyir də. Cavab elədi A variantı. 11-ci suala gəlirəm. Deyir ki, sürtünməsiz üfüqi səthlərində kütlələri 2 və 3 kiloqram olan cisimlər 20 Newton qüvvənin təsiri hərəkət edir. İkinci cismin birinciyə təsir etdiyi qüvvəni hesablayın. Bax, bunun üçün mən sizə daha sadə, daha gözəl bir yol deyəcəm. Diqqətlə qulaq asın. Burada deyəcək ki, bax, bu F qüvvəsi ikisinə birlikdə sistem olaraq təsir göstərir. A təcili həmin o F qüvvə ilə eyni istiqamətə yönəlməlidir. Odur ki, mən sistemin təcilini təyin etmək istəsəm, Yəni, F-ni özünü yazaram da, sistemi yazmağa ehtiyac yoxdur. F bölünsün M sistem yazaram. Onda bu nə deməkdir?
F qüvvəsi 20 newtondur. Düzdür? M sistem isə M1 ilə M2-nin cəmidir. Yəni 2 üstə gəl 3, 5-dir. Bizim tərcihimiz oldu 4 metr bölü saniyənin kvadratı. Bunu belə yazdıq. Tamam. İndi nə deyir bizə? İkinci cismin birinci cismə göstərdiyi qüvvəni. Biz bilirik ki, Newton 3-cü qanuna əsasən 2 bir hansı qüvvə ilə təsir göstərsə, bir də ki, həmin qüvvə ilə təsir göstərər. Onda mən deməli, burada nə etməliyəm? A-nı tapmışam da, əsas məsələ odur. Əgər birinciyə təsir göstərdiyi qüvvəni tapmaq istəsəm, M1 A nəyə bərabər olar? Bu birincisində 2 dənə qüvvə var. Bir F qüvvəsi təsir göstərir. Bir də var buradakı F2-1. Onda yazaram ki, F çıxılsın F2-1. Axı, əksi istiqamətdədirlər. M1 2-dir. 2 vur 4 bərabər olacaq. F'imiz 20, çıxılsın F2-1. Bunu tapmaq lazımdır. Onda 2 vur 4 8-dir. F2-1'i tapmaq istəsəm, 20-dən 8 çıxaram, bizə verər 12 Newton. Cavab eləyər D variantı. Ya da siz deyərsiniz ki, yox, mən F'lərlə özümü yormaq istəmirəm. Mən istəyirəm ki, təkcə bir dəfəyə tapım. Bu M2 yalnız deyək də F1-2 təsir göstərəcəkdir, düzdürmü? Başqa heç bir qüvvə olmayacaq. Odur ki, onda yazarsınız ki, M2A bərabərdir. Elə F2-1. Daha doğrusu F1-2. Çünki Newton 3-cü qanuna əsasən F2-1, F1-2 bərabərdir də. Onda M2A-mız M2 3 kiloqramdır, A tərcihimiz 4-dür. Bərabər olacaq F1-2. Bu da eləyəcək bizim üçün 12 Newton. Cavab eləyər yenə də D variantı. Bu suallarda diqqətli olun, son zamanlar qarşımıza tez-tez çıxır. Qəbul imtahanında deməli qarşımıza çıxma ehtimalı çoxdur. İndi buradan nə edirik? Buradan nə hesablayırıq? Deyir ki, eni 12 metr olan, qələmi deyəcək. 12 metr olan və axın sürəti 2 metr bölü saniyə olan çayda qayıq K nöqtəsindən suya nəzərən 5 metr saniyə sürətlə şəkildə kim istiqamət hərəkətə başlayır. Qayıq 4 saniyə müddətində M nöqtəsinə çatırsa, elm məsafəsini hesablayır. O bizdən bu məsafəni istəyir. Bunu necə təyin edərəm? Eni 12 metrdir. Çayın eni 12 metrdir. Bunu buradan qeyd elədim. Uşaqlar, bir mənalı yadda saxlayırıq ki, bu çay məsələlərində sürət hər zaman nə x, nə y oxu üzrə yönəlməyibsə, onda onu həm x, həm də y oxu üzrə yönəldirik. V2x, burada isə V2y olmuş oldu. İndi mən çayın enini bilirəmsə, deməli y oxu üzrə proyeksiyası ilə mən zamanı təyin edə bilərəm. Yoxsa veribmi zamanı verib? Hə, V2y təyin edəcəm. Aha, onda necə eləyərik? Deyərik ki, D bərabərdir V2y vurulsun T. İndi V2y də bərabər olar D bölünsün T. D çayın enidir 12, T zamanı 4. Bu bizə verdi 3'ü. İndi V2'nin özü 5'dir. Onda V2x nəyə bərabər olar? Olar ki, V2 kvadratı çıxılsın V2y kvadratı. Niyə? Yəni, hər hansı bir kateti tapan zaman hipotenuz kvadratından digər katetin kvadratını çıxırdıq da, düzdürmü? Onda 5'in kvadratı 25, V2y ilə 3'ün kvadratı 9. Eləyər 16. 16'dan da 4 çıxar. Ya da zaten bilirsiniz ki, katetlər 3 və 4 olanda hipotenuz 5 olur. V2x tapdıq da düzdür. İşimiz rahatlaşdı. İndi deməli, elem məsafəsini tapmalıyıqsa, deməli, bizdən SX istəyir. Hə. Onda SX tapmaq istəsəm olacaq ki, V2x üzərinə gəlsin V1, çünki artıq çay da onu sağa doğru aparır da. Vurulsun T, davam edirəm. V2x'ımızı 4 tapdım. V çayımız 2'dir. Zamanımız 4'dür. 2 üstə gəl 6'dır. 4 vur. 4 üstə gəl 2. 6 vur 4, 24 metr. Onda cavab eləyəcək 24 metr. Haradadır bu? A variantındadır. Bu şəkildə. Sonra növbəti suala gəlin keçək. 13-cü sualı keçirik.
Deyir ki, bir cismin 8 metr bölü saniye sürətlə hərəkət edərkən iki cismi sükunət vəziyyətindən. Bu yenə də burada bərabər sürətlə deməyib. Biz bunu birinci qruplar üçün də yazanda demişdik. Onda sükunət vəziyyətdən 4 metr saniyə kvadrat təcili hərəkət edir. V0 ikisi sıfıra bərabərdir. Və 20 saniyə sonra iki cismin birincisinin nəzərə sürətinin olduğunu hesablayın. Biz nə edəcəyik? Burada təbii ki, kosinuslar teoremi tətbiq edəcək, çünki aralarında bucaq var. O V1 bu istiqamətə yönələcək, V2 də bu istiqamətə yönələcək. İndi mən onları tapmalıyım. V1 bərabər sürətlə hərəkət olduğuna görə hələ də nə olacaq? 8 metr bölü saniyə olacaq. Bayaqdan onu axtarım. 8 metr bölü saniyə. V2 nə olacaq? Bəs V0 üstə gəlsin. A təydə düzdürmü? İndi V0'ımız 0'da. A təcilimiz 4'dür və bizə deyir ki, neçə saniyə sonra? 20 saniyə sonra. 20'ye vurdum. Bu anda bizə verəcək nəyi? 4 vur 20. Bir dəqiqə bir də baxaq. Təcilimiz 0,4 deyirəm axı. 0,4 ise burada bize verer 8'i. 8 metr bölü saniye. Geldik esas meseleye. V1 de 8, V2 de 8 ve aralarındaki bucaq 60 derece. Onda biz ne edərik? Kosinuslar teoreminden istifade edərik. Onda diyeceğim ki V2'nin 1'e nəzərən qiyməti olacaq V2 kvadratı üzerine gelsin V1 kvadratı. Daha sonra çıxılsın 2V1 V2 kosinus 60 derece. Veyahut da saxlayın ki, sürətlerde burada çıxma var. Qüvvədə isə və intensivlikdə isə, yəni intensivlik vektor vardı elektrik sayəsində. Orada isə toplamaydı. Onda gəldik. V2'miz nə qədərdir? 8 kvadratı 64. V1 8 kvadratı 64. Çıxılsın. 2V1 V2. 2 vurulsun 64. Kosinus da 60 derecede 2 də 1'dir. Zaten ben bunu size demek istiyordum. Şimdi buradan da ispat edilenden sonra diyeceğim. 64 ise kök altından elə 8'in hızı çıxmış olacaq. Cavab eləyər A variantı. Baxın uşaqlar. Eyni qiymətlərdirsə sürətlərdə. Bax, sürətlərdən danışırım. Sürətlərdə V2 və V1 eynidirsə və aralarında 60 dərəcə bucaq varsa, deməli onların elə birincinin ikinci və ikincinin birinci qiyməti elə 8 olmalıdır. Qüvvələrdə isə aralarında 120 dərəcə bucaq olardısa və o F1, F2 qüvvələri bərabər olardısa, onda əvəziyyətisi elə F1 və F2'nin yəni ikisindən birinin qiymətinə bərabər olacaqdı. Yəni bunları qeyd kimi yadda saxlayın. Deməli, bu sualda nə deyirik? Deməli, bu 14-cü sualda deyirik ki, gəlin ağardaq. Başlanğıc anda deyir, eyni yerdə olan düz xətlə hərəkət edən iki cismin sürətləri -12 üstə gəlir 2-dir, 6 üstə gəlir 4 qanunları ilə dəyişir. Deyir ki, neçə saniyə sonra cisimlər arasındakı məsafə 144 metr olar. Baxın, bunun V0'ı mənfidir, bunun V0'ı müsbətdir. Deməli, bunlar əks istiqamətdə hərəkət edəcəklər. Onda hər birinin S-lərini tapıb cəmləyərik, düzdür? Onda necə yazacağım? Deyəcəm ki, baxın, buradan S1 üzerine gelsin, S2'ni tapsa bize 144 metre verir. Neçə saniyə olduğunu indi biləcəm. Qeyd edirəm ki, V0 1 -12'dir. A1'imiz müsbət 2'dir. V02'miz müsbət 6'dır. A2'miz müsbət 4'dür. Hansı ki V bərabərdir. V0 üstəki AT düsturundan hesablayırıq bunu. Onda nə edəcək? Baxın, elə bir ki, biri belə gedir, biri də belə gedir. Müəyyən müddətdən sonra aralarındakı məsafə tapmaqdan ötürü buradan başlamışlar ikisi. Onların S-lərini cəmləməliyik. S1 bərabər olacaq. V01 T üzərində gəlsin. A1T kvadrat bölü 2. S2 bərabər olacaq. V02T üzərine gəlsin. A2T kvadratı bölünsün 2. Onda biz bunları cəmləyərik. Gəlin cəmləyək. V01 nə qədərdir? -12T üzərine gəlsin. A1'imiz 2'dir. 2'ni 2'ye böldükdə bizə verəcək sadəcə T kvadratı. Üzerine gelsin. V02'miz 6'dır. 6T. Üzerine gelsin. A2'miz 4'tür. 4'ü 2'ye bölündü 2. Eləyəcək 2T kvadratı. Onda bu neye beraber olar?
İndi bu neye beraber olar? 144'e beraber olmuş olar. Mənfi 12'de üstəgəl 6'da eləyəcək mənfi 6'da. Burada ise sadece 3t kvadratı kalmış oldu. Beraberdir 144. Diskriminant aldık deyəsən. Eyb yoxdur. Bu her biri 3'e bölünür. Onda olar ki t kvadratı çıxılsın 2t. İndi bu da bu tərəfə gəlsə bərabərliyin digər tərəfinə. Və 3'e bölünsə 4, 46 alarıq cavabı. Diskriminant tapsaq b kvadrat çıxılsın 4 ac olmalıdır. Bu da beraber olacaq. Mənfi 2 kvadratı müsbət 4 çıxılsın. 4 vur 1 vur 46. Yəni mənfi 46 olduğuna görə üzərinə gələcəm. 8 eləyir. Yəqin ki burada səhv eləmiş. 48-dirsə onda 4 vur 8 32 3 yadda. 4 vur 4 16 3 yadda da hə, 30 alınır. Deməli burada bir nüansı kaçırmışım. Cavab eləyəcək 196. 196'dan da kök altından 14 çıxır. Onda biz T1'i hesaplamak istesek mənfi 2'dir də. Onda biz ne deyirdik? Deyirdik ki mənfi B üzerine gəlsin çıxılsın kök altında D olmalıdır. Böl 2A. İndi bu olacaq müsbət 2. İndi çıxa bilmərik. Çıxsaq mənfi olacaq. Ancaq üzərinə gələk. Böl 14 bölünsün 2 ol 1 2. 16 2 belə deyək. 144 14'dür. Hə. Onda olacaq ki 2 üstə gəl 14 16 16 2'ye böldükdə isə 8 eləyər. Cavab onda eləyər 8 saniye. Ümid edirəm tam aydın oldu. Ne dedik? Biz burada kıymetleri yerine yazdık, hesabladık. Bu şekilde. Gəlirəm nəyə? 15'e. Bir hansı ifadeler doğrudur? O bir ox ətrafına fırlanan kürenin üzerinde A ve B nöqtələrinin müəyyən zaman müddətinin getdiyi yolda və bucaqlar sürət dəyişməsini bərabərdir. Bunlardan doğrular seçməliyik. Mərkəzdən keçən ox ətrafına fırlanan disklərdə sürət, təcil yol, radiusa görə düz asılı dəyişirdi. Gedilən yollar bərabər ola bilməz. Dönmə bucaqları. Gəl belə danışaq da. Dönmə bucaqları. Hər biri eyni qədər dönür də, disklərdir. Ona görə dönmə bucaqları bərabərdir. Sürət dəyişinə görə sürət dəyişmələri də fərqlidir. Ona görə cavab eləyəcək yalnız 2A variantı. Sonra baxaq növbəti suallara. 16. İlk müstəvi üzərində düz xətt üzrə hərəkət edən cismin koordinatları 14 üstə gəlir, üstə 24 kimi dəyişir. Cismin sürətinin modulunu hesablayın. Koordinatlarda da bunlar, düzdürmü? Onda bərabər sürətli hərəkətdir. Vx'imiz olacaq müsbət 3 metr bölü saniyə və y'imiz olacaq mənfi 4 metr bölü saniyə. Amma modulun dediyinə görə biz nə edəcəyik? Bunları bildikdə nədir? X bərabərdir, x0 üzərinə gəlsin, vx'dir. Y bərabərdir, y0 üzərinə gəlsin, vy-dir. Ona görə t əmsallarını buradan götürdükdə vx və y üçün. Onda kök altına vx kvadrat üstə gəl vy kvadrat olmalıdır. 3 ilə 4'ün kvadratlar cəmi olacaq ki 25 oradan da 5 çıxacaq. Cavab eləyəcək 5 metr bölü saniyə. Bir gün 17-ci suala. 17-ci sualda deyir ki, sükunət halından hərəkətə başlayan kütləsi 10 kilogram olan cismə təsir edən qüvvələrin əvəzləyicisi proyeksiya zamanlası qrafiki verilib. 2 və 6 saniyə arasında keçən müddətdə cismin getdiyi yolu hesablayın. Bunu daha qısa yolla necə göstərə bilərik? Sükunət halından hərəkətə başlayan sürəti 0'dır. Amma 2 saniyədə onun müəyyən bir sürəti var və 6 saniyədə də müəyyən sürəti var. Sükunət halından hərəkətə başlayırsa zaten bu bərabər yeyinləşən hərəkət olmalıdır. İndi biz nə edəcəyik? Bizə deyəcək getdiyi yolu hesablayın. Bunda mən buradan 2 saniyə və 6 saniyədə gedilən yolları hesablamaqdan ötürü belə yaza bilərəm. Deyərəm ki, V2 saniyə ilə V6 saniyənin sürətlər cəmi böl 2 vurulsun T. Yəni buradan da hesablaya bilərəm. Sürət qrafikinə də keçə bilərik. Yəni burada da heç bir problem yoxdur. İndi biz buradan nə edə bilərik? Başlanan sürəti 0 idi, düzdür? Başlanan sürət 0'dır. A təcini də rahatlıqla təyin edə bilərik əslində. Əvəzləyici qüvvədən
Kütləni təyin etsək, A bərabərdir. F əvəzləyici böl M-dir də, düzdür? Düz, Gəldik 17-ci suala. Deyir ki, sükunət halından hərəkətə başlayan kütləsi 10 kiloqram olan cismə təsir edən qüvvələrin əvəzləyicisinin proyeksiyasının zamanla qrafiki verilib. Bizə də nə deyir? Deyir ki, 2 saniye ile 6 saniye arasında geçen müddətdə cismin getdiyi yolu hesablayın. Baxın, biz burada ne etməliyik? Sükunət halından hərəkətə başlayan sürət sıfırdır. Amma 2 saniye ile 6 saniye aralığında dediyinə görə biz bu 2 saniyede sürəti sıfır götürə bilmərik. Onun müəyyən bir sürəti olmuş olacaq. Odur ki, əvvəlcə nə edə bilərik? Qüvvə impulsunun impuls dəyişməsinə və s. bunları da bərabərləşdirib hesablaya bilərik. Problem yoxdur. Amma yolumuzu uzatmayaq. Qısa yolla gedək. A nəyə bərabərdir? F əvəzləyici bölünsün M-ə bərabərdir. Düzdür? F əvəzləyici görürəm ki 40-dır. M isə 10-dur. Cavab eləyəcək 4 metr bölü saniyə kvadratı. Bu nə oldu? Bizim üçün təcilin ifadəsi oldu. Onda 2 saniyə üçün hesablasam sürəti. V0'ımız zaten 0 idi. Onda diyeceğim ki üzerine gelsin A vurulsun T. Yani bu o demektir ki V0 sıfırdı. A'mız 4'tü. T'miz ise 2. O bize vereceği 8 metre bölü saniyeni. Şimdi V6 için hesaplayası olsan. Bunu da başlangıç altına hesaplasan V0 işte gel AT'dir de normalde. V0 sıfır olacak. A'mız 4'tü. T'miz ise 6 saniyede. Onda olacak ki 24. Şimdi biz S'i hesaplamaktan ötürü ne yiyebiliriz? Bilirik ki V2 üstə gəl. V6 böl 2 vur T düsturundan hesablaya bilərik. Ne bu sürət qrafikinə də keçəcəm, oradan da göstərərəm. V2'miz dedi ki 8'dir. V6'mız dedi ki 24'tür. Bölürük 2'ye. Zaman isə bizə 2 saniye ilə 6 saniye aralığını verib, 4'ü verib. Onda 24 ilə 8'i cəmləsəm eləyəcək 32. 32 bölü 2 16. 16'nı 4'e vurduqda bizə verəcək 64 metr. Onu düsturlarla hesaplamaq istəyən abituriyentlər üçün yazdım. Amma ki istəsəniz, təbii ki bunu sürət qrafikinə də keçməklə daha rahat yaza bilərsiniz. Nə dedik? Dedik ki onun başlanğıc halda sürəti sıfırdır. Bu sürətin qrafikini, bu da zamandır. Hə. Nə olur? Başlanan sürəti sıfırdır, yeyinləşən hərəkət etməlidir. Ona görə də mən buradan belə bir qrafik çəkirəm. Yeyinləşən hərəkətin qrafikini. Bax, buradan belə bunu göstərdik. Daha sonra zamanın 2 ve 6 saniye aralığına bakmalıyım. Bura 2 saniye olsun. 2 dakika. Bunu ayıracak mıyım? Burada 6 saniye olsun. Şimdi süretin 2 saniye için kıymetini yazacağım buradan. 6 saniye için de buradan yazacağım. Onda ne yedik? Dedik ki T2, T6. Şimdi V2'mizi neçə tapmışdıq? 8. V6'mızı ise 24 tapmışdıq. Aha. Bize 2 saniye ve 6 saniye aralığı deyirsə, bu qaraladığım fiqurun sayısına baxa bilərik. Çünki bilirik ki, V-nin T-dən astığı altın yarının fiqurun sayısı bizə əslində yer dəyişmənin yolu və yaxud da ki, məsafəni verir. Onda trapezi A plus B bölü 2 vur H deməkdir. A'sı 8'dir. B'si 6 oturacaq 24'tür. Böl 2. Hündürlüğümüz ise 2 ile 6 saniye aralığıdır. Burada 4 verəcək. Onda cavab bizə nəyi verəcək? Yenə də 64 metr. Yəni eyni cavaba gəlib çıxırıq. 17-ci sualın izahı da bu qədərdir. Deməli, burada nə deyir? Deyir ki, kilogram vur metr kvadrat böl joule vur saniyə. Bunu necə hesablayarıq? Joule'u gəlin açaq. Onda kilogram vur metr kvadratı bölsün. Joule'un yerində Newton vur metr olduğuna görə Newton yerine kilogram vur metr böl saniye kvadratı yazdıqda burada da bir dənə Joule'da Newton vur metr kvadrat olur. Burada da saniye. Görək nə qaldı əlimizdə. Metr kvadratlar ixtisar gedir. Kilogramlar ixtisar gedir. Saniyenin kvadratı bu saniye. Məxrəci sürətə qalxır olur saniye. Bu da dövr etmə periodu ola bilər. Sonra 19-cu suala baxırıq. Deyir ki, radiusu 2 metr olan çeviri üzrə bərabər sürətlə hərəkət edən, sürətlə dövr edən cismin periodu 4 saniyədir. A nöqtəsindən keçdikdən sonraki 7 saniyə ərzində cismin sürətinin dəyişməsinin modulunu və istiqaməti müəyyən edin.
İndi gəlin biz bunu belə necə eləyəcəyik də? Radiusu 2, periodu 4 gördük. Bunda belə yazarıq ki, bax, buradan belə bu istiqamətdə. Radius 2'dir. Yazıram R radius 2, T periyod 4 saniyədir. İndi baxın, fikir verin, bu A nöqtəsindən keçəndən sonra zaman deyir 7 saniyə keçsin, düzdürmü? Onda bax, biz ən yaxşısı bax, bunu 4 yerə bölürük. Bilirik ki, periyod 4 saniyədirsə, hər hissəyə 1 saniyə düşür. 1, 1, 1, 1. Yəni, bu saat əqrəbinin əksi istiqamətində hərəkət eləyəcək. Bu, deməli, tam dövr elədi. Yəni 4 saniyə gəldi, yerdə qaldı 3 saniyə. 3 saniyəsi içində bax 1, 2, yəni bir növ 5, 6 və 7 olmalıdır. Gəlib burada dayanmalıdır. Burada isə onun sürəti sağa doğrudur və ne deyəcəksiniz ki, bu sürəti sağa doğrudursa, onda istiqaməti sağa götürməliyik. Xeyr uşaqlar, burada bir diqqətli olduğumuz məqam var. Diqqətli olmalı olduğumuz bir məqam var. Əvvəlcə onu qeyd edirik. Baxın, A nöqtəsindəki sürət yuxarıya doğrudur. Və biz buradan V-ni sağa doğru tapdıq. Hə. İndi fikir verin, qiymət zaten bunlar bir-birlərinə bərabər olmalıdırlar. 90 dərəcədirsə aralarındakı bucaq. Onda delta V-ni hesablamaq istəsəm nə olacaq? V kökdə 2 olmuş olacaq, düzdür? İndi V-ni də necə taparıq? V bərabərdir 2 pi R bölünsün böyük T düsturundan taparıq. 2 pi 2 vur 3, R'imiz 2, periyodumuz da 4'tür. Onda buradan biz 2'yi vur 2 4'ü 4'ün ilk taraf ararıq 3 alarıq. Onda cavab eləyər 3 kökdə 2. İndi məsələ nədir? İstiqamətini tapmaq. Baxın. Delta V nə deməkdir? VA-dan V-ni çıxacaqdır. Yəni delta V dedikdə bunu başa düşürük. Onda biz deyərik ki, yəni daha doğrusu başlanğıcın sonu çıxırıq, hə? Delta V dedikdə onda yazarıq ki, delta V bərabərdir. V çıxılsın VA, yəni sonundan başlanğıca çıxırıq. Hə. Onda deməli biz də bilirik ki, başlanğıcdan sona çəkilən bir vektor olur onların dəyişməsi. Onda baxın, bu başlanğıcdan sona çəkilən vektordur. Onda istiqamət necə olacaq? Bax, bu istiqamət. Buna da uyğun variant bax, D-dəki kimidir. 3 kökdə 2 D variantında 2 kimi olacaq. 20'ye baxaq. Deyir ki, sistemdəki 5 və 7 kiloqram kütləli yüklər 40 Newton qüvvə təsirlə tarazlıqdadır. İple blok arasındakı sürtünmə qüvvəsini hesablayın deyir. Gəlin hesablayaq, biraz bunu uzaqlaşdıraq. İndi, baxın, M2J aşağı doğru yönəlir. Burada da M1J aşağı doğru yönəlir. Bir də 40 Newton var. İndi, nə edəcəyik biz buradan? Deyəcək ki, baxın, buranı hesablasaq, sol tərəfi hesablasaq, M1J ilə F-in cəmi sadə yolunu göstərimsə 5-dirsə MJ-si olacaq 50, F-imiz də 40. Elədimi 90 Newton? Əla. İndi sağ tərəfi hesablayıram M2J. M2J sadəcə 7 vur 10, 70 Newtondur. Deməli, bu əksinə doğru bir F sürtünmə 20 Newton yaranır. Çünki biz demişik ki, bu qüvvələr 90-dır, 70-dirsə onların fərqi qədər sürtünmə olmalıdır. Tərpənməz blokdadır. Tərpənən blok deyil axı. Ona görə də deyəcək ki, 90-dan 70-i çıxaram, cavab eləyər 20 Newton. Bu da A variantında ödənər. Sonra gəlirəm növbəti suallara. 21. Çevre üzrə bərabər sürətli dövr edən maddi nöqtə üçün hansı fizik keyfiyyət zamana görə dəyişir? Dəyişən keyfiyyətlər. Bax, periyod dəyişmirdi, bucaq sürət dəyişmirdi. Dövrlərin sayı dəyişirdi. Mərkəzi qaçma tərcih təbii ki dəyişirdi. İstiqamətinə görə dəyişirdi təbii ki. Ona görə də nə olacaq? 21'də 2 və 3 B variantı olmuş olacaq. 22-ci suala gəlirəm. Çevre üzrə bərabər sürətli hərəkətdə çevrənin radiusunu və dövrətin periyodunu 3 dəfə azaltsaq, xətti sürət V bərabərdir 2 pi R böl T'dir xətti sürətdə, düzdür? Deyir ki, həm radiusunu, həm də dövrətin periyodunu 3 dəfə azaltsaq, məxrəci və sürəti eyni dəfə azaldırırsa, qiymət dəyişməz. Xətti sürət dəyişməz, doğru dəyəlik. Mərkəzi qaçma təcili 3 dəfə artar, deyir.
Mərkəzi qaçma təcinin düsturunu belə yaza bilərik. 4pi kvadratı r böl t kvadratı kimi. İndi fikir verirəm ki, r-i 3 dəfə azaldıram. T-ni 3 dəfə azaldıram. R 3 dəfə azalanda 3 dəfə azalır. T-ni 3 dəfə azaldanda 9 dəfə artır. Onu 9, 3, yəni 9 dəfə artıb 3 dəfə azalarsa, deməli 3 dəfə artar. Bu da doğrudur. Dövrətim tezliyi yox. Dövrətim tezliyi periodun tərsi də ola bilməz. Geriyə artar. 1-2 doğrudur A variantı. Sonra gəlirəm 23-ə. Üfüqi hamar səth üzərində bir-birinin iplə bağlı kürələr 5 kiloqram, 10 kiloqram olan cisimlər F qüvvəsinin təsiri ilə hərəkət edirlər. Birinci halda ipdəki gərilmə qüvvəsi 20 Newton olarsa, ikinci halda ipdə gərilmə qüvvəsini hesablayın. Eyni F qüvvəsidir, düzdür? Baxın, bunun ən sadə yolunu mən sizə necə demişdim. Deyirik ki, bu F qüvvəsi hansında artır? M1 ilə M2 ikisində də artır. Eyni təcil hərəkətdir, çünki eyni iplə bağlanıb. Burada da eyni qaydada. Və təcillərini işə salmıram. Elə deyəcəm ki, F-lər və yaxud da ki, T-lər M-lərdən düz asılıdır. İndi F burada M1 ilə M2-ni dartır, ikisini birlikdə dartır. T isə T1 isə sadəcə M1-i dartan zaman yaranır. Onda F-i tapmaqdan ötürü F-i T1-ə bölərəm. M1 plus M2 cəmini M1-ə bölərəm. Onda F bölünsün. T1'imiz nə qədərdir? T1'imiz 20'dir. M1 plus M2. 5 ilə onun cəmi 15. M1'imiz isə 5. Elədi 3. Onda deməli F bərabər olacaq 20 vur 3 60 Newton. F'i buradan tapdıq, apar burada yerini yazacaq. İndi burada F hər ikisini yeni dartır. M1 ilə M2-nin cəmini dartır. Amma buradakı T2 isə sadəcə M2-ni dartır. Onda F yəni 60 bölünsün T2 bərabər olacaq. 15 bölünsün bu dəfə 10. Onda nə olacaq? 60 ilə 15-i xısaparsın 4 qalar. T2-ni də tapsın 4 vurun 40 Newton olar. Bizə cavab verər 40. Sonra 24'e baxıram. Mavi nöqtə 0,2 saniyə üstü mənfi bir tezliklə çevrilsə və bərabər sürətlə dövr edir. 12,5 saniyə ərzində yer dəyişməsi 40 cm olarsa, çevrənin radiusu neçə santimetrdir? Baxın uşaqlar, biz burada nə deyirik? Deyir ki, tezlik 0,2 saniyə üstü mənfi 1'dir. Onda biz buradan periyodu tapsaq nə olar? 1 bölü n'də. Onda olar mı ki? Bu 5'te 1'in tərsi 5 saniyə. Zamanımız da 2,5 saniyədirsə. Onda bizim n dövrilen sayı t bölsün böyük t'ye əsasən 2'de 1 olar mı? Yəni çevrənin yarısını gələr mi? Düzdür? Periyodun yarısına qədər də. Çevrənin yarısını gələndə onun yer dəyişməsi nə deməkdir? Bax ki, baxın, bu A'dan B'ye gəlib də. Onda bir R, burada da bir dənə R. Olar mı ki, S yer dəyişmə 2R olsun? S yer dəyişmə 40 santimetrdirsə, 2R bizə nə verər? Yəni daha doğrusu. R bizə nəyi verər? 20 santimetri verər. R'i tapanda R bərabər olacaq 40 bölü 2, yəni 20 santimetr. Sonra gəlirəm növbəti suala. Deyir ki, burada düzgünləri hesablamaq lazımdır. Tamam. Deyir ki, o x oxu boyunca hərəkət edən cismin koordinatın zamanası qrafiki verilib. Bu cisim üçün hansı münazirələr doğrudur? Baxıram ki, bax, bu x oxun əksinə yavaşlayandır. Niyə görə? Çünki onu sürüşdürürəm bura. X oxun əksinə yavaşlayandır. 0T0 aralığı yeyinləşən hərəkətdə xeyir səhvdir. Başqa verməyib? Yox, verməyib. Sonra gəlirəm bu birisinə. Görürəm T0, 2T0. Bunu da koordinat başlanğıcı sürüşdürsəm, görərəm x oxu istiqamətində yeyinləşən hərəkətdir. Xeyr, bu 0 ola bilməz. Çünki təcil var, yəni sürət dəyişib. Ona görə də 2 ola bilməz. Sonra deyir ki, T0 anında sürət 0 olub. Bəli, burası doğrudur uşaqlar. Niyə görə? Çünki bax fikir verin, əvvəlcə x oxun əksinə sonra x oxu istiqamətindədir. İstiqamətini dəyişibsə sürət sıfırlanacaq. 3 doğrudur. 2T0 anda hərəkət istiqamətini dəyişib, xeyr.
Burada da x ox istiqamətindədir. Üçüncüsündə də x ox istiqamətindədir. Ona görə burada dəyişməyib. 2t0, 3t0 aralığı təcil sıfıra bərabərdir. Bəli, bax bu aralıqda x t'dən düz asılı olanda sürət sabit olur. Onda təcil sıfır olur. Ona görə 5 doğrudur. Cavab eləyəcək 3 və 5. 26. Nə deyir 26-da? Deyir ki, radiusları R1, R3, R-ə, R2, 2-ə bərabər olan disklər şəkli kimi əlaqələndirilərək hərəkət etdirilir. Disklərin kənar nöqtələrinin sürətləri nisbəti V2 bölü V3 hesab edilir. Baxın, deyirik ki, bu V3 ilə V1 qayış vasitəsilə bağlanıb. Ona görə V1 V3-ə bərabər olmalıdır. Mən onda V3-ün yerinə V1 yaza bilərəm. Onda bizə nə istəyə bilər? V2 bölü V1 istəyə bilər. İndi də görürəm ki, bunlar bir-birlərindən radiusu 2 dəfə fərqlənirlər. Bir-birinin içindədirlərsə, mərkəzdən keçən ox ətrafından fırlanan disklərdə sürətlərin nisbəti radiuslar nisbətidir. R2-miz 2R-dir, R1-miz 1 dənə R-dir. Nisbət onda bizə verəcək 2-ni. Bu şəkildə. Sonra 27. Deyir ki, burada OX oxu boyunca hərəkət edən cismin təcilinin proyeksiya zamanı qrafiki verilib. Bu birinci hissədə təcil sıfırdır. Təcil sıfırsa bu nə deməkdir? Əvəzləyici qüvvə sıfırdır, sürət sabitdir. Yəni bərabər sürətlə hərəkətdir. 0 T1 hissəsində əvəzləyici qüvvə x oxusu. Əvəzləyici qüvvə ümumiyyətlə yoxdur. Yalnız C variantı uyğundur bura. Niyə? Əvəzləyici qüvvə sıfıra bərabərdir çünki. İkincisi T1 T2 aralığına baxıram. T1 T2 aralığına görürəm ki, A təcilimiz müsbətdir. A təcilimiz müsbətsə əvəzləyici qüvvə onda nə olacaq? O x oxu boyunca hərəkət eləyirdi də zaten. Onda A da müsbət olanda x oxu istiqamətində olacaq əvəzləyici qüvvə. A ilə eyni istiqamətdə. Onda bura nə olmalıdır? A uyğun olmalıdır. Və x oxu istiqamətində isə V0 müsbət idi. A-sı müsbət olanda yeyinləşən hərəkətdir. D də uyğun gəldi bura. İndi üçüncü hissəyə baxaq. Burada görüm A mənfidir. Bu x oxu istiqamətdə gedirdi. A-sı mənfi oldu. Onda yavaşyan olacaq. Y. Həmçinin nə qaldı ki? A, B qaldı. Əvəzləyici qüvvə x oxunun əksinədir. Əvəzləyici qüvvə A təcili eyni istiqamətdə olduğuna görə bəli, elə olacaq. Onda B. Cavab eləyəcək B-yi. Tamam. 1-də S, 2-də A-da, 3-də B-yi. Gəldik əsas məsələ situasiya. Deyir ki, kütləsi 1200 kiloqram olan avtomobil üfüqi yolda neyinir? 30 metr saniyə sürətlə hərəkət edərkən tormozlanır. Tormozlanırsa bu bərabər yavaşın hərəkətdir. Tormoz müddətində avtomobilin yalnız 6000 Newton sabit sürtünmə qüvvəsi təsiri ilə hərəkət edir. F sürtünmə olub 6000 Newton. Kütləmiz də 1200 kiloqramdır. Yazdıq bunları. Sonra gəldi 28-ci suala. Nə deyir? Tormoz müddətində avtomobil necə hərəkət edir? Aha. Biz deyəcəyik ki, buradan bu, yəni tormoz müddəti o deməkdir ki, tormozlanma zamanı. Bu, düz xətli bərabər yavaşayan hərəkət etməlidir. İstəsəz bunu belə şəkil olaraq da göstərə bilərəm sizin üçün. Burada belə deyək, üfüqi yol göstərək. Avtomobil də yəni bu şəkildə tircik kimi göstərək. Aha, belə. Yaxşı olmadı. Yaxşı. Aman aman. Neyse. Belə bir avtomobil alındıraq da. Təkəri belə olsun. Bunu da təkəri belə olsun. Hə. Nə deyir bizə?
sabit sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edir. Əvvəlcə gəlin deyək ki, buna hansı qüvvələr təsir göstərir? Mərkəzdən aşağı doğru MC ağırlıq qüvvəsi təsir göstərir. Dayaqdan cismə doğru dayaq reaksiya qüvvəsi təsir göstərir. İndi 30 metr bölü saniyə sürətlə tutaq ki, bu istiqamətdə hərəkət edirsə, onda deməli sürtünmə nə olacaq? Geriyə doğru yönəlmiş olacaq. Sürtünmə qüvvəsi bu istiqamətdə hərəkət edir. Və nə deyirik? Deyirik ki, yalnız sürtünmə qüvvəsi təsir göstərsə, deyir ki, yalnız sürtünmə qüvvəsi təsir göstərsə, sürtünmə qüvvəsi maneə qüvvəsidir. Yalnız sürtünmə qüvvəsi təsir göstərsə, EMA əvəzləyici qüvvə F sürtünməyə bərabər olar. Ona görə də bu düz xətli bərabər yavaşın hərəkətdir. Bir mənalı olaraq belə yazırıq. Bu dediklərimi də yazmağınız isə yəni daha effektiv olar. Tormuz müddətini hesablayın. Biz deyirik ki, bu yalnız sürtünmə qüvvəsi təsir göstərdiyinə görə bərabər yavaşın hərəkət oldu. Onda V bərabər olacaq V0 çıxılsın AT-yə. Təbii ki, bu tormozlanandan sonra dayanacaq, son sürət sıfırlanacaq. V0 bərabər olacaq AT-yə. Bayaq da qeyd elədiyimiz kimi şəkli çəkmişdim, oradan da göstərə bilərsiniz. N mg-yə bərabər olurdu. Onda F sürtünmə müəyyən olduğu üçün müəmc olacaq. Və burada əvəzləyici qüvvə MA yalnız F sürtünmə qüvvəsi olduğuna görə F sürtünməyə bərabər olanda müəmc olmalıdır. Aha, onda deməli M-lər ixtisar gedəndə A-ya qalır müj. Onda V0 bərabər olacaq müj-T. Hə. İndi bu T tormoz müddətidir. V0-ı müj-yə bölməliyik. Bölək. V0 müjdeyi bölə bilmirik. Niyə? Çünki müyünün qiymətini verməyib. Bəs nəyin qiymətini verir? F sürtünmənin. Odur ki, MV0 bölərəm mü MJ-yə. Hər tərəfini M-ə vurdum. Onda F sürtünmə mü MJ-dir də. 6000 sabit isə burada yazacağım 6000. Məxrəcdə yazacağım 6000. MV0, M'miz 1200'dür. V0'mız isə 30'dur. Şimdi buradan ixtisarlar aparırıq. 3'dən 0 buradan, 3'dən də 0 buradan. 12'ni 6'ya böldükdə 2, 2 vur 3, 6. Cavab elədi 6 saniyə. Yəni biz burada T tormuz müddətini 6 saniyə kimi qəbul eləyə bilərik. Başqa cür necə eləyə bilərik? Yalnız sürtünmə qüvvəsi təsir göstərsə, dedik ki, MA-nı F sürtünməyə bərabər eləyirik. MA bərabər olar. F sürtünmə 6000-dir, düzdürmü? 6000'ə. Onda A təcini buradan taparam ki 6000 bölünsün M yəni 1200. 10'da. 2'dən 0 belə ixtisar gedər. 60'ı 12'yə böldükdə təcil olaraq 5. A təcini 5 aldıq. Onda T tormuz nədir bəs? V0 bölünsün A'dır. Onda V0 30, A'mız da 5. Yenə də cavab eləyəcək 6 saniyə. Yəni bunu da belə yazırıq. Gələk sonuncu 30-cu suala. Avtomobilin sürətinin zamananslı qrafikini çəkin deyir. Əvvəlcə 30 idi. Sonradan sürət nə oldu? Azaldı. Deyirik ki, burada yadda saxlayırıq, diqqətli oluruq. Deyirik ki, burada V bərabərdir V0 çıxılsın AT olmalıdır. Və bu sıfırlanmalıdır mütləq şəkildə. Onda V0'mız neçə vermişdi bizə? 30 çıxılsın. A-nı biz bayaq neçə tapdıq? A-nı bayaq tapmışdıq 5 kimi. 5T. Bərabərdir 0. Əslində bayaq T-ni də tapmışdıq. Daha buradan tapmağa çox da ehtiyac yoxdur. 30. Lap istəsiniz burada deyərsiniz ki, V0'ımız 30 vermişdi. T-mizi də biz tapmışdıq 6 saniyə. Onda 30'dan başlayaraq 6 saniyə kimi sıfırlanmalıdır. Bu şəkildə qrafikimiz düz asılı belə olacaq. Belə uşaqlar, bu sınavın da izahı bu qədərdir. Ümid edirəm ki, bütün suallar sizin üçün tam aydın oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Bu kimi videolar sizin üçün faydalıdırsa, zəhmət olmasa bəyənməklə, yoldaşlarınızla bölüşməklə və rəydə bunu belə bildirməklə mənə bildirmiş olarsınız, xəbər etmiş olarsınız. Buna qədər izlədiyiniz üçün təşəkkür edirəm. Gələn dərslərdə görüşmək ümidilə özünüzə yaxşı baxın. Hələlik nə kimi qaranlıq sualınız qalsa, ya rəy bölməsində, ya da dərs zamanı məndən soruşarsınız. Hələlik sağ olun.